نستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Nimetler içerisinde uca nimetlerden biri Allah Teala'nın kulunu müvəffəq etməsi, yəni tevfik nimətidir. Yəni Allah Teala Şüeyb aleyhissalam haqqında deyir ki: "Və mə tevfiqi illə billah." Mənim tevfiqim, yəni mənim müvəffəq olmağım, müvəffəqiyyətim Allah Teala'nın yardımı ilədir. Yəni insan öz gücü ilə, öz hünəri ilə müvəffəq olmur. Allahın yardımı gəldiyi zaman insan xeyir işlərə, xeyir əməllərə müvəffəq olur. Yəni bizim heç vaxt ölməyən, diri olana, yəni Allaha ehtiyacımız var. Və bizim güc və qüvvətimiz yalnız Allahdandır, Allahın yardımı ilədir. Yəni etdiyimiz hər bir əmələ, salih əmələ müvəffəq edən də Allah Teala'dır. Allah Teala buyurur: "Fəmən yuridillahu en yehdiyehu yəşrah sadrahu lil-İslam." Allah Teala kimi hidayət etmək istəyərsə, onun köksünü İslam'a açar. Və men yurid en yudillahu yec'al sadrahu dayyiqan haraca ke'ennema yas'adu fi's-sema. Və Allah Teala kimi azdırmaq istəyərsə, onun köksünü sıxıntılı edər, dar edər, elə bil ki, o göyə qalxır. Və başqa ayədə buyurur: "Ya eyyuhan-nasu entumul fuqara'u ilallah. Vallahu huvel ganiyyul hamid." Ey insanlar, sizin hamınız fəqirsiniz. Yəni hamınız Allah'a möhtaçsınız. Yəni qul olaraq, yəni insan bədənində olan hər bir zərrəci ilə Rəbbinə möhtacdır. Allah Teala isə Əl-Ganidir. Kiməsə möhtac deyil. Əl-Hamid tərifə layiq olandır. Və başqa ayədə buyurur: "Və mə bikum min ni'mətin fəminallah." Yəni sizə verilən hər bir nemət Allahdandır. Və Nəml surəsində buyurur: "Əmmən yucibul muttarra izə da'ah və yəkşifus su'a və yec'alukum xulafa'al ard ilahum ma'allah." Əli hər yerdən üzülüb darda qalanın duasını qəbul edən kimdir? Və çətinliyi aradan qaldıran və sizi yer üzərinin canişinləri edən ilahum ma'allah, yəni Allahla yanaşı bir ilah mı vardır, ilahlar mı vardır? Əlbəttə ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur. Tək ilah, yaratmaqda, idarə etməkdə tək olan odur. Mülk ona məxsusdur. Ondan başqa ibadətə haqqı olan məbud yoxdur. Necə də əzəmətli bir ilahdır. Necə də rəhimli bir ilahdır. Yəni Allah Teala hər bir şeyi misilsiz yaradandır. Yoxdan var etmişdir. Nemətlərini bəxş etmişdir. Və qullarına xeyirlər göndərmiş və insanlar yəni yenə Rəbbinə kimisi dua edir, kimisi ondan üz döndərir. Həqiqətən insanın hər bir xeyir və əmələ, itaətə müvəffəq olması Allah Teala'nın yardımı ilə, onun gücü ilə deyil, yəni insanın öz gücü, qüvvəti ilə deyil, Allah Teala'nın ona olan yardımı ilədir. Və bu da Allah Teala'nın əzəmətli bir lütfü və nimətidir. Müəzzin, əzan verən kimsə əzanda deyir ki: "Hayyə aləs-salah, hayyə aləl-fəlah." Namaza gəlin, xoşbəxtliyə gəlin. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bizi bu kəlməni söyləməyə yönəltmişdir. La havlə və la quvvətə illə billah. Yəni insan etiraf edir ki, əzan verilir, ola bilsin məsciddədir və etiraf edir ki, güc və qüvvət yalnız Allahdandır. Mənə namaza gəlməyim, səhvdə durmağım, qiyama, ayağa qalxmağım və rükü etməyim, səcdə etməyim, əyilməyim, bütün bunlar hamısı Allahın yardımı ilədir. Yəni insanın evindən məscidə getməsi Allahın müvəffəqiyyəti ilədir.
və dəstəmaz alması, səhvdə durması və ona görə insan bu sözü dediyi zaman la havlə və la quvvətə illə billah. Və alimlər də buyurur ki, insanın bu sözü mənasını anlayaraq bir dəfə deməsi o insanın nəfsinin təmizlənməsinə səbəb olur. Yəni bir əzanda bunu deyərsə. Yəni görün 5 əzanın 5-də də hər dəfə insan bu sözləri mənasını anlayaraq deyərsə, onun nəfsinin təmizlənməsinə necə də böyük təsir edir. Yəni problem ondadır ki, yəni biz bu sözləri deyir, amma elə bil ki, mənasını anlamır. Anlasaq da, yəni həmən vaxtı qəflətdə olur. Yəni müvəffəq edən Allah Teala'dır. Və neçə cavan, güclü, bədən gücü, eşitməsi, görməsi, ağlı, yəni sağlamlıq baxımından hər tərəfli yerindədir. Amma görürsən ki, ibadətə, itaətə müvəffəq olmayıb. Amma neçə yaşlı insan var. Beli əyilib və sümükləri incələşib və gözü zəifləyib. Amma bununla yanaşı ibadətə müvəffəq olur, itaətə müvəffəq olur. Deməli, bu Allahın yardımıdır. İbn-i Qayyim Rahimullah buyurur ki, yəni sən həzər et ki, Allah Teala sənin əməlini xoşlamamasından həzər et. Əgər Allah Teala insanın hərəkətini, əməli xoşlamazsa, onu əmələ müvəffəq etmir. Kərihallahum bi'athəhum fətəbbatahum. Necə ki, ayədə gəlir, Allah Teala onların hərəkətini, əməlini xoşlamadı və onlara tənbəllik verdi. Və başqa ayədə buyurur, وَلَوْ عَلِمَ اللّٰهُ فِيهِمْ خَيْرًا لَأَسْمَعَهُمْ. Əgər Allah Teala onlarda xeyir olduğunu bilsəydi, onlara eşitdirərdi. Deməli, tövfiq, müvəffəqiyyət Allahın müvəffəq etməsidir. Və buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləmin duasında keçir ki, Allahümmə əti nəfsi təqvəhə. Allahım, mənim nəfsimin təqvasını ver. Və zəkkihə, nəfsimi təmizlə. Əntə xayru mən zəkkəhə. Nəfsimi ən yaxşı təmizləyən sənsən. Əntə vəli və məvləhə. Yəni nəfsimin, yəni vəli, yəni dostu da, hamisi də, mövlası da sənsən. Və buna görə də sən işini Allaha qaytar, öz halını, həyatını və bil ki, müvəffəqiyyət Allah Teala'dandır və hər bir an insanın müvəffəq olmasına ehtiyacı var ibadətlərə. Və baxın, burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yəni belə bir dua edir. Və həmçinin bir hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir cavan oğlanın yanından keçir və o uşaq da, o cavan oğlan yeni yetmək küfür üzərində idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, qul la ilahə illallah, la ilahə illallah de. Və o da can üstə idi, yəni axır nəfəsləri idi və oğlan atasına baxır və atası da yanında idi. Və atası ona deyir ki, ya buneyyə əti Əbəl Qasim, ey oğlum, Əbul Qasimə itaat et. Və o da deyir ki, əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammədən Rasulullah. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbudu yoxdur və Muhammed sallallahu aleyhi və səlləm Allahın Rasuludur, elçisidir. Və sonra canını tapşırır və ölür. Və Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni bu ümmətin elçisi deyir ki, Elhamdülillahilləzi ənqadəhu minən-nar. Onu cəhənnəmdən xilas edən Allah həmdə layiqdir. Onu cəhənnəmdən, oddan, atəşdən xilas edən Allah həmdə layiqdir. Yəni Allah Teala onu əmələ, gözəl sonluğa müvəffəq etdi. Və buna görə də insanın ibadətləri yerinə yetirməsi üçün müvəffəqiyyətə ehtiyacı vardır. Allaha yönəlməsi üçün, Allahın rizasına səy etməsi üçün. Hər an, yəni insan, yəni göz qırpımı qədər olsa belə bundan yəni ehtiyacsız, kənarda qala bilməz. Yəni həm insan yeməyində, içməyində, qalxmağında, ayaqda durmağında, oturuşunda və hərəkətində hər an ehtiyacı vardır. Və həmçinin sənin ehtiyacın var ki, Allah Teala sənə ibadəti asanlaşdırsın
və neçə insanlara ibadət asanlaşdırılıb, amma müvəffəq olmayıblar onu yerinə yetirməyə. Və neçə insanlar namaza çağırışı, yəni əzanı eşidir, Allahu Ekber, Allahu Ekber, əşhədu ən la ilahe illallah, əşhədu ənə Muhammed Rasulullah və həmçinin müəzzinin hayyə aləs-salah, namaza gəlin, hayyə aləl-fəlah, xoşbəxtliyə gəlin sözlərini eşidir. Elə bil ki, bu çağırış ona aid deyildir. Sübh vaxtıdırsa yataqdadır, gündüz isə öz işində, ticarətindədir. Və buna görə bilməliyik ki, müvəffəq olmağa ehtiyacımız var. Və bunun üçün də şəri səbəblərdən tutmalıyıq. Və neçə insanlar vardır ki, öz valideynlərini, atasını, anasını gözünün qarşısında görür və onlara baxmaqla, onları görməklə və onların səsini eşitməklə ləzzət alır. Amma itaətə müvəffəq olmur və onlara asi olur valideynlərinə. Və onlara o övladlara valideynləri tərəfindən dualar gəlir, bəddualar. Kimisi vardır ki, valideynləri göz yaşı axıdaraq evladı üçün yaxşı dualar edir, xeyirli dualar. Amma neçə evladlar vardır ki, valideynləri göz yaşı axıdaraq onlara bəddua edir. Deməli, müvəffəqiyyət Allahdandır. Və buna görə də insan Allahın razılığını qazanma səbəblərindən tutmalı. Deməli, müvəffəqiyyət Allahdandır. Deməli, bu ibadətdir, itaətdir. Hər bir itaət və ibadətdə, salih əməldə insanın buna ehtiyacı var. İnsan həbs olunmaqdan həzər etməli. Yəni, elə bir ki, günahlarına görə məhrum olmasından. Yəni, həzər et ki, günahlar səbəbi ilə itaətdən məhbus olasan, yəni məhrum olasan və Allaha yönəlməkdən məhrum ola bilərsən. Və bundan sonra bunun da səbəbləri vardır, müəyyən səbəblər vardır. Əgər o səbəblərdən biz tutsaq, yerinə yetirsək, müvəffəqiyyət hasil ola bilər və bunlardan elə birincisi insanın dua etməsidir. Allahdan yardım istəməsi. Yəni, insan yalvarmalıdır ki, Allah Teala onu ibadətə, itaətə müvəffəq eləsin. Ola bilər, hər hansı bir ibadət sənin gözündə yüngüldür, asandır, amma Allah qatında o əzəmətli ola bilir. Və Allaha dua et ki, Allah Teala səni o ibadəti yerinə yetirməyə müvəffəq eləsin. Və sənin Quran oxumağın, ibadət etməyin, sədəqə verməyin hamısı Allah Teala'nın müvəffəq etməsi, yardımı sayəsindədir. Və buna görə bunun üçün dua etməlisən. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm dua edir ki, Allahümmə əti nəfsi təqvahə. Allahım, mənim nəfsimin təqvasını ver. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm kim idi? Allah Teala onun haqqında buyurur ki, Ələm nəşrah ləkə sadrak. Sənin köksünü genişləndirmədikmi? Və başqa ayədə onun haqqında buyurur ki, وَمَا يَنْطِقُ عَنِ الْهَوَى. Yəni, o öz kefindən, havasından danışmır. Və başqa ayədə buyurur, وَرَفَعْنَا لَكَ ذِكْرَكَ. Sənin zikrini, xatirəni biz qucaqdıq, qaldırdıq. Və başqa ayədə buyurur, Muhammedun Rasulullah. Muhammed Allahın Rasuludur, elçisidir. Və buyurur ki, Ya əyyuhər Rasul bəlliğ mə unzilə iləyki min Rabbik. Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil ediləni çatdır. Bununla yanaşı Peyğəmbər sallallahu aleyhi və səlləm insanların ən təqvalısı olduğu halda dua edir ki, Allahım mənim nəfsimin təqvasını ver. Yəni, həmçinin ümmət onu nümunə götürsün deyə belə dua edərdi. Və buna görə də biz dua etməliyik, xeyirlərə müvəffəq olmaq üçün. Yəni, neçə insanlar var, malını yığır, toplayır, amma xeyrə yönətməyə müvəffəq ola bilmir. Yəni, miskin yedirməyə, dul qadınlar, yetim yedirməyə və yaxud hər hansı bir ac olanı aclığını aradan qaldırmağa və yaxud hər hansı bir bəlaya məruz qalandı, müalicəyə ehtiyac olandı, ona səbəb ola bilmir. Və sonra görürsən, yığdığı pullar da mal elə boş yerə, başqa yerlərə özdə bilmədən gedir, orada da insan savab qazanmır. Və bəzən də görürsən ki, onunla harama onu sərf etmiş olur. Sədəqəyə müvəffəq olmur, amma yığdığı malı harama yönəldir.
Və neçə insanlar vardır ki, onunla məscid arasında çox az məsafə var. Ayaqla gedə bilir, amma müvəffəq olmur. Və ona görə müvəffəqiyyətin səbəblərindən, tövfiqin səbəblərindən biri də insanın, yəni kiminsə haqqına girməsindən, zülmdən azad olmasıdır. Yəni gücün çatırsa kiməsə zülm etmə. Çünki zülmün aqibəti olduqca pisdir. Müsəlmana, zəifə, miskinə, yetimə zülm etmə. Yəni sən zülm etdiyin zaman, yəni Allah Teala yatmır. Allah Teala hər şeyi görür. Ola bilər məzlumun, yəni zülmə məruz qalanın bir duası sənin həyatını əksinə çevirsin. Yəni ola bilər bir insan zülmə məruz qalıb, əllərini Rəbbinə tərəf qaldırır və yaxud ilahi məhkəməyə şikayət edir. Və Allah Teala buyurur ki, və izzəti və cəlali ilə ansurannəkə vələv bə'dəhin. Mənim izzətimə və cəlalıma and olsun ki, müəyyən vaxtdan sonra olsa da sənə yardım edəcəyəm. Yəni məzlumun duası geri qaytarılmış. Ola bilər, anında olması müəyyən vaxtdan sonra onun intiqamı alınır. Yəni Allah Teala duasını qəbul edir və insanın həyatı bədbəxtçiliyə çevrilir. Və buna görə insan biganə yanaşmamalıdır. Yəni əsla zülm etməməlidir, zülmdən həzər etməlidir. Və ola bilər bir dua səbəbi ilə insan xeyirlərdən məhrum olsun, hidayətdən məhrum olsun, haqqı haqq olaraq görə bilməsin, müvəffəq ola bilməsin, batili batil kimi görə bilməsin və batilə düşməsinə səbəb olsun. Və bir dua səbəbi ilə insan zənginlikdən kasıblığa çevrilə bilir, sağlamlıqdan xəstəliyə, güclüdürsə zəif ola bilir və afiyyət içərisindədirsə bir dua səbəbi ilə insan bəlaya məruz qalır. Və buna görə heç vaxt aldanma, qürrələnmə. Ola bilər sənin heç güman etmədiyin bir anda məzlumun o duası, yəni oxlar sənə yetişsin. Sən yatırsan, amma məzlum isə yatmır. Əgər sən istəyirsənsə ki, Allah Teala səni müvəffəq etsin, yəni zülmdən həzər etməlisən. Və həmçinin müvəffəq olmanın səbəblərindən biri də insanın günahlardan çəkinməsidir. İnsan özü ilə Rəbbi arasında olan günahlardan və özü ilə insanlar arasında olan günahlardan çəkinməli və təklikdə olduğu zaman günahdan insan həzər etməlidir. Çünki təklikdə olan günahların da böyük fəsadı vardır. Və insan ola bilər qaranlıqda, gecə qaranlığında günah etsin. Amma onların hər birisi Allahın nəzarəti altındadır. Və buna görə də qəflətdə olan insan ayılmalı. Günahlar səninlə Allah Teala'nın səni müvəffəq etməsi arasına girir. Yəni sən bilirsənmi ki, o günah etməklə kimə qarşı çıxırsan, kimə qarşı cürətlənirsən. Yəni ola bilər insan bu cihazlarla harama baxır. Yəni hər baxdığı haram onun qəlbinə qara nöqtə salır və sonra da onun məhrum olmasına səbəb olur. Əgər istəyirsənsə ki, müvəffəq olasan, günahları tərk etməli, özünlə insanlar arasında olan və yaxud təklikdə olan günahları və ona görə insan bununla tam şəkildə Allaha yönəlməli, günahları tərk edərək ki, yəni müvəffəq ol. Çünki günahlar insanın məhrumiyyətinə səbəbdir. Və bəzən də insan istəyir yaxşı əməllər etsin, xeyir əməllər etsin, amma alınmır. Belə istəyir ki, özü də başqaları kimi o yaxşı əməlləri çoxaltsın, xeyir əməlləri artırsın, amma alınmır, müvəffəq ola bilmir. Deməli, etdiyimiz günahlar bunun qarşısını alır. Amma insan nə vaxt günahlardan çəkinir, yaxşı əməlləri çoxaldır və onda insan özü də görür ki, necə də ibadətlər onun üçün asanlaşır
və Allah Teala onu xeyrə müvəffəq edir. Allah Teala hər birimizi xeyrə müvəffəq etsin və məhrum olmaqdan qorusun. Hələlik bununla kifayətlənir. İnşallah suallar varsa suallara keçirik.